138 nömrəli suala baxırıq. Tənliyin ən kiçik müsbət kökünü soruşur. Birinci qayda nədir? Birinci iş, ilk iki həddi sadələşdiririk. Kosinus 2x minus kosinus 6x bərabərdir. Kosinus alfa minus kosinus beta düsturuna görə olacaq mənfi 2 sinus 2x üstəgəl 6x bölü 2 sinus 2x minus 6x bölü 2 bərabərdir. Mənfi 2 sinus 4x sinus mənfi 2x. Sinus da tək funksiya olduğuna görə mənfini qabağa keçirir. Olacaq mənfi mənfiyə dəyər müsbət, yəni 2 sinus 4x sinus 2x. İkinci iş, kosinus 8x-i sadələşdiririk. Kosinus 8x-i yazıram kosinus 2 vurulsun 4x şəklində. Yəni kosinus 2 alfanı açacağım. Amma kosinus 2 alfanın 3 cür açılış düsturu var. Bizə sinuslar lazım olduğuna görə təkcə sinuslar olan açılışa görə yazacağıq. Yəni 1 minus 2 sinus kvadratı alfa düsturuna görə. Buna əsasən yazsaq olacaq kosinus 2, yəni 8x-in yerinə 1 minus 2 sinus kvadratı 4x. Aparıb yerinə qoyaq. Deməli, bu ikisinin yerinə yazıraq nəyi? 2 sinus 4x sinus 2x. Sonra üzərinə gəlirik. Kosinus 8x-in açılışına, yəni bunu 1 minus 2 sinus kvadratı alfa bərabərdir 1. Burada birlər islah getdi. 2 sinus 4x orta qrup çıxır. Qalır sinus 2x minus sinus burada deməli nə yazmışam mən? Sinus kvadratı 4x olmalıdır. Düzgün yazmamışam buranı. Sinus kvadratı 4x. Deməli, buradan sinus 4x çıxdı, qaldı sinus 4x bərabərdir 0. Deməli, 2 sinus 4x vurulsun. Bunu da sinus alfa minus sinus beta düsturuna görə yazsaq, olacaq 2 sinus, bir dəfə çıxırıq, 2x-dən 4x çıxanda mənfi 2x, 2-yə böləndə mənfi x. Bir dəfə də toplayırıq, kosinusa çevriləcək. 2x üstə gəl 4x, 6x, 2-yə böləndə 3x bərabərdir 0. Buradan deməli, hasilin 0-a bərabər olması üçün hər bir aralıqda 0-a bərabər olmalıdır. Sinus 4x bərabərdir 0-a. Buradan 4x bərabərdir pi k. X bərabərdir pi k böl 4. İkinci, sinus mənfi x elə mənfini əvvələ atır və 0-a böləndə elə sinus x qalır. Sinus x bərabərdir 0, x bərabərdir pi k. İkinci, kosinus 3x bərabərdir 0-a. 3x bərabərdir pi böl 2 üstə gəl pi k. Buradan da x bərabərdir pi böl 6 üstə gəl pi k böl 3. K'ya 0 versək, birinci kökümüz x1 olacaq 0. İkinci kökümüz x2, bura x2 olsun. x2 bərabərdir 0. Üçüncü kökümüz x3 bərabərdir 0 qoyanda pi böl 6. Pi böl 6 da 30 dərəcədir. Sonra k'ya 1 versək, bura 45 dərəcə olur, bura 180 dərəcə olur. Burada deməli 30-dan böyük olur. Deməli ən kiçik kök elə 30 dərəcədir, pi böl 6. Burada cavablar düşməyib. Digər səhifədə idi cavablar. Yəni düzgün cavab olacaq 30 dərəcə. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.